İbtidai sinif müəllimi varsa sizin aranızda və yaxud tanışlarınız varsa deyin, mütləq şəkildə bax, diqqəti bizdə olsun. Amma gəlin ilk növbədə biz sizə reportajı təqdim eləyək dostlar. İsim metodikası haqqında da çox unikal bir metodikadır ki, az sonra onun barəsində daha təfərrüatı ilə studiyada qonağımızla danışacağıq. Artıq 5-ci ildir ki, fəaliyyət göstərən isim layihəsi ibtidai təhsil sahəsində önəmli uğurlara imza atmaqdadır. Layihənin istiqamətlərindən biri də hər il ən yaxşı ibtidai sinif müəllimlərini və məktəbləri təltif etməkdir. Qaliblər isim layihəsinin hazırladığı unikal reyting proqramı vasitəsilə şagirdlərin inkişaf göstəricilərinə əsasən müəyyənləşir. Oktyabrın 5-də müəllimlər günündə növbəti belə bir tədbir təşkil olunub. Tədbirdə 2024-2025-ci tədris ili üzrə ən yüksək reyting balı toplamış müəllimlərə və məktəb rəhbərlərinə İsim metodikasının müəllifi Samir Vəliyev tərəfindən diplom və xüsusi hazırlanmış kubok təqdim edilib. Respublika üzrə ilin məktəbi nominasiyasında 3-cü yeri Kürdəmir rayonu Atakişilik kənd məktəbi, 2-ci yeri Xırdalan şəhər 5 nömrəli məktəb, 1-ci yeri isə Xaçmaz rayonu Köhnə Xaçmaz məktəbi tutub. Belə nüfuzlu bir tədbirdə iştirak etmək və 2024-2025-ci tədris ilinin yekun nəticəsinə görə isim layihəsi çərçivəsində ilk öncə region üzrə, daha sonra isə Respublika üzrə ilin məktəbi nominasiyasını əldə etmək bizlər üçün çox böyük bir şərəfdir və düşünürəm ki, bu uğur tək bir məktəbin və yaxud tək bir rəhbərin uğuru deyil, bu uğurun arxasında müəllimlərimizin fədakar əməyi, şagirdlərimizin məsuliyyəti və valideynlərimizin bu istiqamətdə bizə böyük bir dəstəyinin uğurlu və məntiqi nəticəsidir. Müəllimlərə gəldikdə isə Qubadan Çimnaz Almasova, Sumqayıtdan Sevinç Hacıyeva, Sabirabaddan Gülər Nəsirova, Xaçmazdan Xatirə Məmmədova, Göygöldən Ahidə Əliyeva, Masallıdan Şəhla Nəzərova və Samuqdan Zülfiyə Məmmədova Respublika üzrə ilin müəllimi adını qazanıblar. Bu il yenə də təkrar Sabirabad, həm Sabirabad rayonu üzrə, həm də ilin Respublika üzrə ilin müəllimi seçilmişəm. Buna görə çox təşəkkür edirəm bu layihə rəhbəri daxil olmaqla, bütün kollektivinə. Müəllim şagirdin uğuru ilə yüksəlir və bu şagirdlərimizin yüksəlişinə görə biz buradayıq. Və şagirdlərimizin yüksək nəticələri bizi bu zirvəyə gətirib çatdırıb. Çox qürur verici bir haldır. Bu günü bizə yaşatdığınız üçün sizə, isim layihəsinə və isim layihəsinin bütün A-dan Z-yə əziyyət çəkən hər bir üzvünə təşəkkür edirəm. İnşallah bunun dalı gəlsin. Yenə də biz bu tədbirdə, bu gözəl tədbirlərdə görüşək. Şagirdlərimə çox böyük təşəkkür edirəm. Mehriban valideyn qrupumuza təşəkkür edirəm. Aldığım mükafatlar hamısı öz əməyimə görə olub, amma bugünkü aldığım mükafatda mənim şagirdlərimin də payı var. Öz şagirdlərimlə fəxr eləyirəm, qürur duyuram. Mən bugün burada olmağıma çox sevinirəm. İkinci dəfədir Respublika üzrə ilin müəllimi adını almışam. Bunun üçün öz şagirdlərimə minnətdarlığımı bildirirəm. Bu layihə bir daha sübut etdi ki, müəllim əməyinə verilən dəyər əslində cəmiyyətə verilən bir dəyərdir. Qeyd edək ki, layihəyə qoşulmaq istəyən ibtidai sinif müəllimləri 050 224 1800 nömrəsi ilə əlaqə saxlaya bilərlər.